Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlanıb. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahiboğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki esterini ilə yanaşı yağ turşuları üzrə də uyğunsuzluq aşkar edilib. Aşkar olunan uyğunsuzluqlar qida məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehlakçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və onların hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsulunun üzərində təbii inək südündən hazırlanmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan olunsa da, yoxlama zamanı məhsulun tərkibində faktiki bitki yağının qatılması halı aşkar olunmuşdur. Sözü gedən məhsul partiyaları 7 noyabr 2024-cü il və 23 dekabr 2024-cü il istehsal tarixli natural əmtəə nişanlı kərə yağı, 5 dekabr 2024-cü il istehsal tarixli tac əmtəə nişanlı kərə yağı, 13 dekabr 2024-cü il istehsal tarixli Selski əmtəə nişanlı kərə yağı məhsullardır. Qeyd edək ki, agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkar barəsində inzibati tədbir görülüb. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.